Türk tayfaları necə idarə edilirdi? Hərbi gücləri və gəlir mənbələri nə idi? Ümumiyyətlə Türk tayfalarının idarə edilməsi bu prinsiplərə əsaslanırdı. Birinci dərəcəli vəzifəli. Türk tayfalarının ən yüksək rəhbəri olan Xaqan və ya xan idi. O həm siyasi, həm də hərbi lider idi. Xaqan və ya xan tayfanın bütün üzvləri tərəfindən hörmət və qarşılanırdı və onun sözü qanun idi. Xaqanın vəzifəsi tayfanın təhlükəsizliyini və ədaləti bərpa etmək və tayfanın rifahını artırmaq idi. İkinci sırada bəylər və başçılar gəlirdi. Tayfanın tərkibində kiçik qrupların və ya klanların rəhbərləri bəylər və ya başçılar adlanırdı. Bəylər və ya başçılar Xaqana tabe idilər və tayfanın idarə edilməsində mühüm rol oynayırdılar. Onların vəzifəsi öz qruplarını idarə etmək, vergiləri toplamaq və hərbi kampaniyalarda Xaqana dəstək vermək idi. Qurultay. Qurultay Türk tayfalarının ən yüksək məşvərət məclisi idi. Qurultayda tayfanın ən mühüm məsələləri müzakirə olunur və qərarlar qəbul edilirdi. Qurultaya Xaqan, bəylər, başçılar və digər nüfuzlu şəxslər qatılırdı. Qanunlar və ənənələr. Türk tayfalarında yazılı qanunlar yox idi. Tayfa güclü adət-ənənələrə malik idi. Bu adət-ənənələr tayfanın həyatının bütün sahələrini tənzimləyirdi. Ənənələrə hörmət etmək və onlara riayət etmək tayfanın hər bir üzvünün vəzifəsi idi. Türk tayfasında hərbi güc və hərbi təşkilat. Bəzi dövlətlər və şəhər idarəçiləri tayfalardan çəkinirdilər. Çünki bəzi tayfaların sayı 100 minə yaxın və 100 mini keçirdi. Türklərdə isə əsgərlik yaşı yox idi. Olğunlaşan təxminən 15 yaş və yaşdan asılı olmayaraq döyüşə bilən hamı əsgər sayılırdı. Həmçinin qadınlar da döyüşlərə qatıla bilirdi. Bu 100 mindən çox sayı olan böyük tayfanın 10 minlər və döyüşçüdən ibarət böyük ordu gücünə sahib olması demək idi. Yəni xalqın yarıdan çoxu əsgər kimi döyüşə bilərdi. Bu isə digər dövlətlər və şəhərlər üçün də böyük bir təhdid yaradırdı. Tarixdə bu tayfaların bəzi dövlətləri devirməsinə aid nümunələr vardır. Misal üçün Səlcuqlular tabe olduqları Qəznəvilər dövlətini məğlub etmiş və öz dövlətlərini qurmuşdular. Eləcə də Ağqoyunlu tayfasının Qaraqoyunlu dövlətinə son verməsi kimi. Tarixdə bu tayfaların digər dövlətləri və ya başçıları devirməsi haqqında bir çox örnəklər mövcuddur. Sayı 100 mini keçən Türk tayfalarını misal olaraq isə Göytürk xaqanlığı dövründə Akina boynu, Uyğur xaqanlığı dövründə Uyğur boylarını misal göstərmək olar. Türklərin hərbi təşkilatı. Tayfanın əsas hərbi qüvvəsi atlı döyüşçülərdən ibarət idi. Onlar sürətli və manevrli döyüş taktikaları ilə tanınırdılar. Hərbi təlim. Gənclər uşaqlıqdan hərbi təlimlərə cəlb olunurdular. Onlar at sürməyi, ox atmağı, qılıncdan ustaca istifadə etməyi öyrənirdilər. Silahlar və zirehlər. Döyüşçülər ox, yay, qılınc, nizə və balta kimi silahlar və təchiz olunurdular. Silahlar və zirehlər dəri, metal və ya dəmir lövhələrdən hazırlanırdı. Onluq sistem. Metehandan bəri Türk ordusu onluq sistemə əsaslanırdı. Ordu onluqlara, yüzlüklərə, minliklərə və 10 minliklərə bölünürdü və bu şəkildə idarə edilirdi. Bu sistem ordunun idarə edilməsini və manevr etməsini asanlaşdırırdı. Gəlirlər və iqtisadiyyat. Türk tayfasının bir neçə gəlir mənbəyi var idi. Maldarlıq Türk tayfasının əsas gəlir mənbəyi idi. Türklər köçəri həyat yaşadıkları üçün əsas gəlir mənbəyi də buna uyğunlaşmışdı. Onlar qoyun, keçi, at və dəvə yetişdirirdilər. Digər gəlir mənbəyi isə ticarət idi. Türk tayfaları digər tayfalar və dövlətlər və ticarət edirdilər. Onlar əsasən inkişaf etmiş məhsullarını, heyvan məhsulları, dəri, xalça və digər əşyaları satırdılar. Bu ticarət həm daxili, həm də xarici bazarlarda həyata keçirilirdi. Hərbi qənimətlər. Hərbi kampaniyalar zamanı əldə edilən qənimətlər döyüşçülərin və tayfanın gəlir mənbəyi idi. Vergilər. Tayfalar zaman-zaman dövlətlərin verdiyi torpaqlar, qalalar və şəhərlərə hakim olur, bəyliklər qururdular. Tabe edilmiş ərazilərdən və ya tayfalardan alınan vergilərin bir qismi tabe olduqları dövlətə verilmək və
və ya müstəqil bəylikləri varsa, öz tayfalarının xəzinəsinə daxil olurdu. Ümumən türk tayfalarının iqtisadiyyatı onların köçəri həyat tərzi ilə uyğunlaşdırılmışdı. Türk tayfaları təbiətdən asılı idilər və ehtiyaclarını ödəmək üçün müxtəlif fəaliyyətlər və məşğul olurdular.